Salam. Bugün sizinlə çoxumuzun bildiyi, amma bəlkə də tam anlamadığı bir mövzudan danışacağıq. Prokrastinasiya. Yəni, işləri sonraya saxlama vərdişi. Əlimizdəki mənbələr bu davranışın arxasındakı psixologiyanı və onunla necə başa çıxmağın yollarını göstərir. Məqsədimiz nədir? Niyə təxirə saldığımızı anlamaq və belə deyək, bunun öhdəsindən gəlmək üçün praktik yollar tapmaq. Təsəvvür edin, mənbələr deyir ki, tələbələrin 80-95%, böyüklərin isə hardasa 20-25%-i xroniki olaraq işləri təxir salır. Bəli, bu çox ciddi rəqəmdir. Həqiqətən geniş yayılıb. Amma gəlin baxaq, bu həmişə tənbəllik deməkdirmi, yoxsa başqa səbəblər var? Baxın, bu çox vacib bir məqamdır. Əvvəlcə aydınlaşdıraq. Hər gecikmə prokrastinasiya deyil, əlbəttə. Yəni, əgər məntiqli bir səbəbiniz varsa, başqa vacib iş çıxıbsa, bu normaldır. Bu sadəcə planlı təxirə salmadır. Amma əsl prokrastinasiya, mənbələrin də dediyi kimi, odur ki, sən bilirsən ki, bunun mənfi nəticəsi olacaq. Stres, narahatlıq, cərimə, nə bilim nə. Amma yenə də könüllü olaraq o vacib işi təxirə salırsan. Könüllü olaraq. Deməli, seçim edirik əslində. Bəli, bir növ seçimdir. Və maraqlısı odur ki, araşdırmalar göstərir, bu çox vaxtı idarə etməklə bağlı deyil. Daha çox, necə deyim, emosiyaları idarə etməklə bağlı problemdir. Emosiyaları. Necə yəni? Yəni, o işin yaratdığı narahatlıqdan, darıxmaq hissindən, bəlkə də qorxudan qaçmaq üçün qısa müddətli bir rahatlıq axtarırıq. Hətta bilsək də ki, bu sonra bizə daha baha başa gələcək. Aydındır. Deməli, anlıq hissiyat qalib gəlir. Bəs hansı emosiyalar, hansı səbəblər bizi buna sövq edir? Mənbələr nə deyir? Məsələn, biri yəqin ki, uğursuzluq qorxusudur. Ya alınmasa fikri. Tamamilə. Bu çox güclü bir faktordur. Əgər bacarmasam, tənqid edilsəm nə olacaq? Bu qorxu adamı iflic edir, işə başlamağa qoymur. Sanki başlamamaqla özünü qoruyursan, potensial uğursuzluqdan. Düzdür, bir növ müdafiə mexanizmidir. Sonra perfeksionizm var. Bu biraz qəribə gəlir, hə? Mükəmməl olmaq istəyi necə təxirə salmağa səbəb ola bilər? Hə, elədir. İnsanlar o qədər yüksək, qeyri-real standartlar qoyur ki, o standarta çata bilməyəcəklərindən qorxurlar. Və nəticədə ya mükəmməl olmayacaqsa, heç başlamayım, deyirlər. Belə çıxır ki, ya hamısı, ya heç nə. Bəli, təxminən elə. Başqa, məsələn, işin özü maraqsız olanda, motivasiya olmayanda. Əlbəttə, əgər tapşırıq sizə darıxdırıcı, mənasız görünürsə, onu etmək üçün enerji tapmaq çətindir. Bu da çox yayğın səbəbdir. Və bir də mənfi özünə danışma, o daxili səsmə. Ah, bəli, o tənqidçi səs. Mən bacarmıram, heç nəyi vaxtında çatdıra bilmirəm, onsuz da pis alınacaq. Bu inanclar insanın özünə inamını öldürür, həvəsini qırır və təbii ki, hərəkətə keçməyə mane olur. Aydındır. Bəs bütün bunların nəticələri nədir? Yəqin təkcə işin gecikməsi deyil. Qətiyyən. Nəticələr çox şaxəlidir. Psixoloji tərəfdən başlayaq. Artan stres, daimi narahatlıq, günahkarlıq hissi və zamanla bu, insanın özünə hörmətini aşağı salır. Praktiki tərəfdən də yəqin ki, məhsuldarlıq düşür, son tarixlər qaçırılır. Bəli, işdə, məktəbdə performans aşağı düşür. Amma bununla bitmir, bilirsiniz. Araşdırmalar göstərir ki, xroniki prokrastinasiya hətta fiziki sağlamlığa da təsir edir. Doğrudan? Necə? Yuxu problemləri yarada bilir, həzm sisteminə təsir edir, hətta immuniteti zəiflədə bilir. Üstəlik münasibətlərə də ziyan vurur. Verdiyin sözü tutmayanda, öhdəlikləri yerinə yetirməyəndə. Hə, ətrafdakılarda məyusluq yaradır, etibarı azaldır. Dəqiq, elə. Deməli, baxın, bu vərdiş sadəcə bir neçə işin gecikməsi deyil, sizin ümumi rifahınıza, həyat keyfiyyətinizə təsir edir. Bu həqiqətən düşündürücüdür. Amma yaxşı xəbər də var yəqin. Bununla mübarizə aparmaq mümkündür. Əlbəttə, mümkündür. Və sevindirici haldır ki, sübuta əsaslanan effektiv strategiyalar var. Məsələn, o məşhur Pomodoro texnikası, yəqin çoxları eşidib. Bəli, çox populyardır. İşi qısa intervallara bölmək. Məsələn, 25 dəqiqə fokuslu iş, sonra 5 dəqiqə fasilə. Bu niyə işləyir? Böyük işi kiçik hissələrə bölür deyə? Həm ona görə, həm də beynimizə müntəzəm istirahət və mükafat verir. O böyük, qorxuducu tapşırıq artıq o qədər də qorxulu görünmür. Bir də qurbağanı ye prinsipi var.
Bu nə deməkdir? Hə, Brian Tracy'nin məşhurlaşdırdığı fikir. Əsas ideya odur ki, günə ən çətin, ən xoşa gəlməz, amma vacib işlə başlayın. O qurbağanı səhər tezdən yeyin, qurtarın. Ondan sonra qalan işlər daha asan gələcək. Həm də böyük bir işi bitirmək hissi motivasiya verir yəqin. Tamamilə. Günə nailiyyətlə başlamaq çox fərq yaradır. Və bu strategiyalara əlavə olaraq bir şey də qeyd etmək lazımdır. Mənbələr fərqli prokrastinasiya tiplərindən də danışır. Tiplər? Maraqlıdır. Necə tiplər? Məsələn, bayaq danışdığımız perfeksionist, sonra səhv etməkdən qorxan, qərarsız, narahat tip var. Bir də var ki, işləri bilə-bilə sona saxlayır, o təzyiqdən, adrenalindən həzz alan, böhran yaradan və ya həyəcan axtaran. Deməli, fərqli səbəblərdən eyni davranışı göstərə bilərik. Bəli. Və özünüzü bu tiplərdən hansındasa tanımaq vacibdir. Çünki səbəbi biləndə doğru həll yolunu seçmək asanlaşır. Siz hansı tipə daha çox uyğun gəlirsiniz? Sizi nə daha çox təxirə salmağa vadar edir? Bu sualın cavabı çox şeyi dəyişə bilər. Deməli, ümumiləşdirsək, prokrastinasiya dediyimiz şey sadəcə iradə zəifliyi və ya tənbəllik deyilmiş. Bu, bizim emosiyalarımızla, qorxularımızla, hətta düşüncə tərzimizlə bağlı mürəkkəb bir məsələdir. Dəqiq, elə. Bəs bütün bunlar sizin üçün, yəni dinləyicilərimiz üçün nə deməkdir? Əsas oldu ki, bu dəyişdirilə bilən bir vərdişdir. Özünüzü anlamaq, sizi nəyin triggerlədiyini bilmək və sizin üçün işləyən alətləri tapıb sınamaq lazımdır. Və sonda bir düşündürücü məqam da var. Mənbələrdən biri çox maraqlı bir bənzətməyidir. Prokrastinasiyanı beynimizin iki hissəsi arasındakı mübarizə kimi təsvir edir. Beynimizin hissələri. Hə, bir tərəfdə bizim emosional mərkəzimiz limbik sistem var. O, ani həzz, rahatlıq axtarır, təhlükədən qaçır. Daha qədim hissəmizdir. Digər tərəfdə isə prefrontal korteks var. Bu, bizim rasional planlaşdırıcımızdır. Gələcəyi düşünür, məntiqi qərarlar verir, uzun müddətli hədəfləri nəzərə alır. Başa düşdüm. Deməli, işi təxirə salanda emosional beyin rasional beyinə qalib gəlir. Çox vaxt elə olur, bəli. Limbik sistem o anki narahatlıqdan qaçmaq üçün indi yox sonra deyir. Bəlkə də, bax bu daxili mübarizəni anlamaq ona qalib gəlməyin ilk addımıdır. Şuurlu şəkildə prefrontal korteksimizin tərəfini tutmaq, ona güc vermək. Düşünün, bugün o rasional planlaşdırıcının səsini birazca gücləndirmək üçün hansı kiçik addımı ata bilərsiniz uzun müddətli hədəfləriniz üçün?